Hər birinizə salam dəyərli izləyicilər. Ər-Reytes Bankı ümumi sınaq 6 gəlin başlayaq vaxt itirmədən izahımıza. Deməli nə deyir? İkilik say sistemində 1, üçlük say sistemində 2, 1, 9-luq say sistemində 8, 8, 1, cəmin 10-luq say sistemində ifadə edin. Baxın, İkilik say sistemindəki 1 ilə üçlük say sistemindəki 1 eyni birlərdir. Yəni mən bununla bunu cəmləsəm nə olmuş olacaq? 2, 2 əldə eləmiş olacağam. Yəni 8-lik say sistemində 2, 2, daha doğrusu üçlük say sistemində 8, üçlük say sistemində 2, 2. Bu da rahatlıqla bilirəm ki, üçlük say sisteminin 2 rəqəmli ən böyük ədədi, yəni 3 üstü 2 minus 1-dir. Yəni 8. Əla. Bu hansı ədəddir? Bunu əgər bu 8, aha, indi baxın bir dənə də maraqlı məqam nədir? Bu 8-i 10-luqda, bunların ikisinin cəmi. Bu 8-i bunun üstünə gələndə, bunun üstünə bu 8-i 10-luqdakı 8-dən 9-luqdakı 8 ədədi eyni ədəd olduğuna görə rahatlıqla 8, 8, 1-in 9-luq say sistemində üstünə bir dənə 8 gələ bilərəm 9-luq say sistemində. Bu da bunun hansı formaya çevirmiş olacaq? 1, 0, 0, 0 forması. Yəni 8-in üstünə 1 gələcəm 9, 9-luq say sistemində 9 yox, 0 yazdım bir yadda, 0 yazdım bir yadda, 0 yazdım bir yadda, bir yadda da şöyle bilər olacaq 9-luq say sistemində. Bu da 9-luq say sistemin 4 rəqəmli ən kiçik ədədi, yəni 9 üstü 3-dür. Bir dalında 3 dənə 0-dır da bu. 9 üstü 3-də belə deyək. Deməli 81 vur 9, deməli 729 düzdür. Eləyəcək birinci sual cavabım Y variantı. Proqramın nəticəsini müəyyən edin. Baxın, 2 dənə listim var və L2 bir-bir L1-in elementləri olur və deyir ki, L2-yə hər dəfə insert, L2-nin i-ci indeksinə insert eləyirəm. I-ci indeksinə insert eləyirəm. L2-nin i-ci indeksindəki elementin yarısı. Sonra i plus 1-ci indeksindəki elementi silir. Nə baş vermiş olur? Məsələn, i-ci indeksindəki bir şeyə tutaq ki, ilk dəfə 2-dir, düzdür? İkinci indeksi 0, 1, 2-dir. Bunun yerinə, bunun yəni sol tərəfinə düşür də. Bunun sol tərəfinə bunun yarısını, yəni 5-i əlavə eləyir. Avtomatik sonra i plus 1-ci indeks təzədən bu ədəd olmuş olur. Bu ədədi silir. Yəni qısaca belə deyə bilərik ki, onun yerinə onun yarısını, yəni 5 yazır. Çünki 5-i soluna atıb, sonra 5-in sağındakı i plus 1-ci indeksdəkini siləcək, onu silmiş olacaq. Sonra birinci indeksdə nədir? 62. 62 deməli yerinə 62-nin yarısını 31-i atacaq, 62-yi siləcək. Üçüncü indeks 0, 1, 2, 3. 35-in yerinə 35-in yarısını, yəni 17 tamamda 17 də indi tam hissəsini deyir. 17 əlavə eləyəcək, 35-i siləcək. Sonra 0-ın 24-ün yerinə 12, sonra 5-ci indeks 0, 1, 2, 3, 4, 5-ci indeks. 19-un yerinə 9, 4-cü indeks 0, yəni 5 buraya, 4 də buraya, 22-nin yerinə 11. Olacaq bu formada listim. Yəni 12, 31, 5, 17, 11, 9, 48-də yerində qaldı. Cavabım olacaq Y variantı ikinci sualımızda. Sonra keçək 3-ə. Elektron cədvəldə C7, Y7 diapazonuna əsasən qurulan diaqramın şəkildəki kimi olması üçün C6 xanasına yazıla biləcək tam ədədi müəyyən edin. C6 xanasına bir dənə deyirəm X. Hələ ki bilmirəm də nədir. Gəlin bunları hesablayaq da. Bu nədir? D6, 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 24 plus 2 dənə C6, yəni 2X plus 2. Yəni qısaca 2x plus 26-dır bura. Bura Y6, yəni 12 plus 18, 12 üstü 18, 30. Aha. Bura nədir? C6, Y6, yəni x plus 24, 12, yəni 36, x plus 24, 24, 48 option. Bu 12, bu 12, bu 24. İndi fikir verin, birinci xana nədir? X plus 2x plus 26. Bura nədir? 30. Bura nədir? X plus 48. Əla. 48. İndi baxın, rahatlıqla necə istəsəm yazaram. Məsələn, necə yazaram? Bunu 3-ə bölsəm, 30-u 3-ə bölsəm, 15% 30-dursa, 15% 30-dursa.
Bunu 3-ə bölərək 5%-ni taparam neçə? 10. 5% 10-dursa, 45%-ni tapmaq istəyirəmsə 9-a vuraram. Düzdür? Və nə əldə eləmiş olaram? 2x plus 26 bərabərdir 9-a vuranda eləyir neçə? 90. 2x da bərabərdir 90-dan 26 çıxıram. 70, 64. X da bərabərdir 32. Tapdım ki, bu xananın qiyməti 32 olsa, bu diapazon sırasında qurulmuş diaqram bu formada olar. Üçüncü sualda cavabım oldu A variantı. Aha, maşallah bu. A təpəsində R təpəsinə M və K təpələrinin heç birindən keçməməklə. M və K-nın heç birindən keçməməklə deyirsə, qaralayıram. Yoxdur da bunlar məhz. İndi A keçməməklə. Aha, A-dan yerə gedirəm. A-dan çıxanlara 1. Y-yə gələnlər də oldu. Y-dən çıxanlara 1. D-dən çıxanlara 1. B-dən çıxanlara 2. F-dən çıxanlara 2. S-dən çıxanlara 3. H-dan çıxanlara 3. G-dən çıxanlara 4. C-dən çıxana 6. Bu gəlməyəcək onsuz. O-dan çıxana 6. Sonra bunlar gəlməyəcək. N-dən çıxanlara 6. P-dən bura 6 gəldi. T-dən çıxanlara 3-mü yazdım. Bu 3 səsdən fırlandı. Bura gəldi. 3, 3. Bura 6. Eləyir 12. Bura 12 gəldi. Ümumilikdə bunların cəmi neçədir? 18. Deməli, A təpəsindən R təpəsinə, M və K təpələrinə heç birindən keçməməklə 18 fərqli üsulda gəlmək olar. 4-cü sualda cavabım oldu B variantı. Baxaq. 5. Onluq say sistemində verilmiş 18-in kvadrat ədədi ikilik say sistemindəki yazılışında olan sıfırların sayı birlərin sayından neçə vahid çoxdur? Belə yazaq da, 18-i yazıram 2 üstü 4, 16 plus 2 üstü 1 kimi. Burada kvadratını açıram da. 2 üstü 8, 2 üstü 6, 2 üstü 2. Yəni 2 üstü 6 bunların hansı 2 misli olanda 2 üstü 5, 2 üstü 6 edir. Bu da ikilik say sistemində yazılışında normalda 8 dənə olardı. Bunlara görə ikisini çıxacağam. 6 dənə 0 var, 3 dənə də 1 var. İndi nədir? Sıfırların say birlərinin sayından neçə vahid çoxdur? 3 vahid. Cavabım olacaq 5-ci sualda Y variantı. Lokal diskdəki qrafik faylı istinad göstəricisi kimi istifadə edərək. Aha. Lokal diskdəki qrafik faylı istinad göstəricisi kimi istifadə edərək. Qlobal şəbəkədəki veb sayta keçid edən. Aha. Bir də gəlin indidən çıxdaşlarımıza eləyək nədir? A-nın hrefi var, hırıfı deyə bir şey yoxdur. Href düzdür, href düzdür. Image source, image source. Image. Aha, bu da çıxartdım çünki A source-dur, A-da hrefdir, yəni adres. İndi nə deyirdi? Lokal diskdəki qrafik faylı istinad göstəricisi kimi istifadə edərək. Bir dəqiqə, deməli başqa heç birində struktur olaraq bir xəta varmı, yoxmu ona baxıram. Problemi yoxdur, problemi yoxdur. Ref yerində, adres yerində, hamısında da ayrı yazdı, əla. Deməli, indi bizdə bir dənə şey qalır ki, hansı qrafik fayldır. Burada da qrafik fayl bizim üçün BMP-dir. Cavabım olacaq 6-cı sualda D variantı. Alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində çıxışa 14 qiyməti verilmişdirsə, X və Y dəyişənlərinin hasilinin ən kiçik qiymətini müəyyən edin. Aha. Bunların hasilinin ən kiçik qiymət. Bu 14 olubsa. Bu 14 olubsa. Ya buradan gəlib, ya buradan gəlib. İndi baxın. İndi baxın. Buradan gəlibsə. X-i gətirib yerinə, buradakı yerinə qoysam, X plus 5 plus Y bərabər olmuş olacaq 14-ə. X plus Y bərabər olmuş olacaq 14-dən 5 çıxacam 9-a. Aha. Hansı X plus Y-dir? İlkin X. İlkin X plus Y 9-dursa, bu nətər həyyə gedib? Bunların cəmi ondan
böyük olanda həyə gedir. Deməli buradan getməyib də bu tərəfdən gedib. Yəni y-in yerinə gətirəm 3y minus x plus 3y minus 2 bərabərdir 14-ə. X plus 3y bərabərdir 16-ya. Hasilinin ən kiçik qiymətini istəyirsə x-la y-in. Deməli, bacardıq qədər bir-birlərindən uzaq ədədlər götürməliyəm. Y-ə bacardıq qədər onda böyük bir şey verərəm. Y tutaq ki 5 olsa, x olur 1 və hasil də 5 olur, minimum hasili 5. Cavabım oldu 7-ci sualda Y variantı. 8. Aha. Min 24 vur min 24 piksel ölçülü 4096 renk çalarlı palitra ilə kollaşdırılmış raster qrafik təsvir edilmişdir. 210, 210, 220, 4096, 212-dir, yəni 12 bitlə kodlaşdırılıb. 12 bit. Həcmi bu təsvirin informasiya həcmindən 120 dəfə çox olan fail ötürülmə sürəti. Bunun həcmindən 120 dəfə çox olan fail ötürülmə sürəti 144 megabit saniyə olan kalan vasitəsilə heç nə də bunu bölürəm 144 bitdir. Bunu 8-ə bölürəm olsun MB böl saniyə. MB-nı da gəlin bitə çevirək. Çünki hər şey bitləndir bizdə yuxarıda. Ya da bərabərdir ilə yazacağım bir dəqiqə. Aha. İndi baxın. 12 vur 220 vur 120 bit bölünsün. 144 böl 8 vurulsun. Megabaytdan keçəcəm nəyə? Bitə keçəcəm. 2 üstü deməli 10, 20, 23-ə. Yəni MB-dan qayıdıram KB-ya, oradan qayıdıram bayta, oradan da qayıdıram bitə. 210, 210, 2 üstü 3, 2 üstü 23-ə vurdum. Oldu bit böl saniyə. İndi rahatlıqla nə? Bitlərim ixtisar gedər. Bitlərim ixtisar gedər. 12 ilə 144 ixtisar getsə burada qalacaq 12. Bununla bunu aparsam burada qalacaq 10. 2 üstü 8-i yazam 2 üstü 3 kimi. Bununla gedəndə burada qalır 2 üstü 20. 2 üstü 20-lər də gedir. Heç nə yuxarıda bir dənə qaldı 10. Saniyə də qalxdı yuxarı oldu 10 saniyə. 8-ci sualda cavabım oldu B variantı. Neçə sətirdən ibarətdir? TR-lər, table row, table'ın sətirləri 1, 2, 3, 4, 5 dənə sətir var. Cavabım oldu 9-cu sualda B variantı. 10. Proqram nəticəsini müəyyən edin. N böyükdürmü 17-dən? Xeyr. N kiçikdirmü 18-dən? Bəli. Aha. Girdi S-ni bir vahid artırdı. S oldu 2. N-i 3-ə vuranda. N-i 3-ə vuranda. 17-ni 3-ə vuranda 30, 3-dən 7, 21, elədi 51. 51 böyükdür 49-dan? Bəli. S oldu neçə? 4. N bərabərdirmi 10-a? Xeyr. Girdi LC-yə. 17-nin 2-yə bölünməsində alınan tam hissə 0-dır. Xeyr. LC-yə girdi. 5 vahid də burada artırdı. 9 oldu. S çıxışa verdi 9. Cavabım 10-cu sualda oldu Y variantı. Aha. Verilənlər bazasında müəllimlər cədvəli ilə fənlər cədvəli müəllim ID, fənlər cədvəli ilə nəticələr cədvəli fənn ID sütunu ilə əlaqələndirilmişdir. Verilənlər bazası strukturuna əsasən doğru fikirləri müəyyən edin. Ən yüksək nəticəni göstərən şagirdin müəllimi Anar Rəşidovdur. Ən yüksək nəticəni göstərən şagird deməli ID-si 9 olan şagirddir. ID-si 9 olan şagirddir. Yox. Baxa görə hansı fəndən hazırlaşır? 325 ID-li fəndən hazırlaşır. 325 ID-li fəndən dərs keçən müəllim 477 ən yüksək nəticə. Nə üzrə? Ən yüksək nəticə şagirdin müəllimi Anar Rəşidovdur. Ən yüksək nəticə 100 bal. Aha, 325 fənin ID-si, 325-ə də dərs keçən 477-dir. 477 də E-səvər müəllimdir. Deməli,
Bu yanlış fikirdir. Bu getdi. Müəllim aidisi 489 olan müəllimin 2 şagirdi var. 489 olan müəllim, 489 olan müəllim Azərbaycan dili fənnindən dərs keçir. Fənnin aidisi 523-dür. 523 aidili fəndən hazırlaşan şagirdlərin sayı 2 nəfərdir. Bu doğru fikirdir. Bu doğru fikirdir. Ən aşağı nəticəni göstərən şagirdin müəllimi Yadigar Əliyevdir. Bunu ayrı düşüb, bunu bitişdirmək lazımdır. Ən aşağı nəticə göstərən. 55%-dən aşağı var, yox. Bunun fənn aidisi Elvin 425-dir. 425-dən dərs keçən 111-dir. 111-də Yadigar Əliyevdir. Bu da doğru fikirdir. 3. Aha. Sonra 70% nəticə göstərən şagirdlər eyni müəllimin şagirdidir. 70% nəticə göstərən şagirdlər, 70% nəticə göstərən şagirdlər, biri 425, biri 643 fənnindəndirsə, deməli fərqli müəllimlərin şagirdləri olacaq. Heç baxmağa ehtiyac yoxdur, yanlış fikirdir. 70% nəticə göstərən şagirdlərin müəllim ID-ləri 400-dən böyükdür. Fənn aidisi 643 ilə 425. 643 ilə 425-in müəllim ID-ləri 400-dən böyük deyil. Birinki 111-dir, kiçik. Bu da getdi. Riyaziyyat fənninin ən yüksək nəticə göstərən şagird Turaldır. Riyaziyyat fənni 643 aiddir. 643-dən deməli 643-dən 70% var, 75% var. Aha. Tural 70 yox, Cəmildir. Bu da yanlış fikir oldu. Deməli bizdə doğru fikirlərimiz oldu. 2 ilə 3. Ümid edirəm heç bir diqqətsizlik eləmədik. 11-ci sualda tapdığı cavabı A variantı. Keçək 12-ci sualımıza. Mətn redaktorunda yazılan Azərbaycan ifadəsində kursor B simvolundan dərhal sonra dayanır. Yəni burada dayanır. Ardıcıl olaraq 4 dəfə delete, 1, 2, 3, 4. 3 dəfə backspace, 1, 2, 3. Alınmış ifadə seçilərək Ctrl B, azın qaldı, o da bold elədi, oldu belə. Aha. Sonra deməli 12-ci sualda cavabımız olacaq Y variantı. 13. Alqoritm fraqmentin icrasından sonra çıxış veriləcək nəticə müəyyən et. A, B, C. A10, B4, C2. A böyükdür B şərti ödədiyi müddət. A-nı 2 vahid azaldır, A olur 8. B-ni 2 vahid azaldır, B olur 6. C-yə mənimsədir, C vurulsun B. 6 vurulsun 2, edir 12. Bu 2 vahid azalır yenə, şərt ödəyir deyə. Olur 6, bu artır olur 8, bu da olur 12 vur 8, 80, 96. Bu səfər şərt pozuldu, yoxa getdi, C-ni çıxışa verdi, 96-yı çıxışa verdi. Cavabım olacaq 13-cü sualda Y variantı. Aha. İcra edilərkən əvvəlcə 312, daha sonra 293 daxil edilərsə ekranda nə əks olunacaq? 312 293. Deməli baxaq. T-B ondan böyük olduğu müddət B-ni 1 vahid, T-ni 3 vahid azaldır. B-ni 1 vahid, T-ni 3 vahid azaldır. Baxın, bilən, bunu sürətli şəkildə necə yaza bilərik? Bunların hal-hazırda aralarındakı fərq nə qədərdir? Aralarındakı fərqi deyəndə nəzərdə tutduğum ki, yəni 312-dən çıxırıq, neçədir bu? 293. Edir neçə? Deməli 293 çıxanda 19 düzü. İndi baxın. Baxın 19. Maraqlı sualdır. Niyə? Baxın. Hər dəfə dövr bir addım işləyəndə B bir vahid azalır, T 3 vahid azalır. B-nin azalması, bunun azalması. Bunların aralarındakı fərqin artması deməkdir, düzü. T-nin azalması isə bunların aralarındakı fərqin azalması deməkdir. İndi B bir vahid azalır, T 3 vahid azalırsa, ümumilikdə dövrün hər addımında deyə bilərəmmi ki, bu 19 2 vahid azalır? Hər bir dəfə işləyəndə dövr 19 2 vahid azalmış olur. Çünki B bir vahid azalır,
T3 vahid azalanda nə olmuş olur? Bu 3 vahid azalır, bu 1 vahid azalır. Ümumilikdə fərq 2 vahid azalmış olur. Əla. İndi bizə lazımdır ki, bu neçə dəfə dövr işləsin, indi rahatlıqla deyə bilərik ki, bu fərq onunla bərabər və yaxud da ondan kiçik olar. Bu tapa bilər. İndi rahatlıqla 5 dəfə 4 dəfə işləsə, aralarındakı fərq 8 vahid azalacaq. Gərək 5 dəfə işləyə ki, bu aralarındakı fərq gəlib düşə 9-a. 10 ola bilmir, cüt-cüt azalır deyə. 9 olur. 9 olur. Əla. Deməli 5 dəfə işləyir dövrüm. 5 dəfə işləyirsə B-dən 5 dəfə 1 çıxacaq, yəni 5 çıxacaq. 293-dən 5 çıxanda eləyir 288. 312-dən də 15 çıxanda eləyir 297. Əla. İndi bizdə də yekunda 297 plus 288 soruşur. Bu da eləyir neçə? 400 dəqiqə. Beynim 97 nəsə axır-axırda hesab səhv eləməyək. 7 ilə 8 cəmlədim. 15, 5 yazım bir yadda. 17, 18, 8 yazım bir yadda. 4, 5. 585. Yoxdurmu? Hə, yox, var. B variantı 14-cü sualda çox maraqlı bir sualdır. İndi baxın, bunu əslində belə də eləyə bilərdiniz. Tutaq ki 312 yazıb, 400, daha doğrusu 293 yazıb, bir-bir icra eləyə bir-birindən çıxa-çıxa baxardı. Amma ədədləri aralığın biraz da böyük versə, hə, onda mütləqdir ki, mən deyən üsulla yazmalı olacaqdınız. Növbəti sual. Verilənlər bazası cədvəl şəklində verilmişdir. Aha. Nədir? Məsafə 130-dan böyük, məsafə 130-dan böyük. Yəni baxın, birinci bunu tapıram. Birinci bunu tapıram. Məsafəsi 130-dan böyüklər hansılardır? 2, ID-ləri yazıram. 2, 3, 5, 6, 7. Bununla birləşdirir nəyi? Əhalisi 86 mindən kiçik bərabər olanlar. Əhalisi 86 mindən kiçik bərabərdir. 2, 2. Aha. Sonra 4, 5, 6. Bunların birləşməsi 2, 3, 4, 5, 6, 7 olacaq. İndi bax. Sonra bunu kəsişdirir. Bunun için tapdım ilk mötərizə. Sonra bunu kəsişdirir nə ilə? Ərazisi 8-dən böyük olanlar. Ərazisi 8-dən böyük olanlar. 1, 3, 5, 7 ilə. Bunun 1, 3, 5, 7 ilə kəsməsi 3, 5, 7 olacaq. Əla. Bu mötərizəni də için tapdım. İndi 3, 5, 7-yə deyib not. Yəni 3, 5, 7-ni çıxmaqla yerdə qalanlar. 1, 2, 4, 6, 2, 4 dənəsi. Uzun gələn yazılar 4 dənə. 15-ci sualda cavabım olacaq B variantı. 16. Proqramın icrasından sonra 735 qiymətinin çap olunmuşdur. N dəyişən girişə verilə biləcək qiyməti müəyyən edin. Aha. 735. Ha. Bir dənə baxın nəyə? Diqqətli olun. Ədəd sıfırdan böyük olduğu müddətcə 8-ə bölməsindən alınan qalığı atır elə, ədədi 8-ə bölür. Ədəd sıfır olana kimi davam edir. Deyə bilərəm ellisinə ədədin belə deyək, 8-ə bölünməsindən alınan qalıqları yığır. Sonra nə edir? Dövr bitən kimi gəlir bunu reverse eləyir. Reverse eləyir. Və join eləyir, bitişdirir. 7, 3, 5 alınır. Deməli deyə bilərəm ilk dəfə qalıqda 5, sonra 3, sonra 7 qalıb. Əla. 7, 3, 5 elədisə. Buradan belə çıxır ki, bu ədəd hansısa n ədədidir. Bunun 8-lik say sistemində yazılışı 7, 3, 5-dir. Belə sadə. İndi 8-lik say sistemində yazılışı budursa, bunu 10-luğa çevirmək üçün 0, 1, 2, 7 vurulsun 64 plus 3 vur 8, 24 plus 5. Bu da eləyir indi neçə? Deməli 4, 5 də gəlir.
Edir 477. Cavabım oldu 16-cı sualda B variantı. Sonra davam eləyək. Yazıcı müəllim elsəvər ifadəsini şifrələmək istəyir. Bunun üçün o, Anka müəllimin təklif etdiyi alqoritmi tətbiq edir. Verilmiş ifadədəki hər bir simvol birdən başlayaraq nömrələnir. Aha, ifadədə nömrələyir. Hər bir simvol əlifbada sözdəki nömrəsi qədər sağa sürüşdürülərək yeni simvolla əvəz olunur. Əlifbanın sonuna çatdıqda dövr etmə qaydasına uyğun. Əla. Gəlin nömrələyək. 1, 2, 3, 4, 5, 6, 7. Y'ni bir vahid sürüşdürürəm, olur F. L-nı 2 vahid sürüşdürürəm, olur N. S-i 3 vahid sürüşdürürəm, 1, 2, 3, olur B. Sonra təzə E-ni 4 vahid sürüşdürürəm, 1, 2, 3, 4, olur I. F, N, V, I gedən bir dənə D variantı var. 17-ci sualda cavabım oldu. D variantı qəşəng, normal, qəşəng sual. Proqramın nəticəsini müəyyən edin. Baxaq. Baxaq. M.lower heç nə eləmək, onun kiçik idi M. Birləşdirir nəyi? String N-in içində find eləyir M-i. Bu buna -1 qaytarır. Mənfi yoxdur deyə də. -1 ilə 1-in cəmi 0, o da stringə çevirir, olur 0. Olur M0-dan plus yazmayım da. Bunun yanına 0 birləşdirir. Böyük M-in dəyəri oldu M0. N-ə mənimsədir. N.capitalize, yəni N-in capitalize eləyəndə bu N dəyişənidir. İçində M var. Olur böyük M. Böyük N-ə mənimsədir. Böyük M. Plus M.upper. Bunun upper versiyası böyük M0-dır. Print eləyir M. M nədir? N. Sonra N nədir bu? Böyük M, 0. Sonra böyük M, yəni böyük M, balaca M 0-dır. Bu da bir dənə variantı var da, A variantı da 18-ci sualda cavabım oldu A variantı. Davam eləmir. Bir dəqiqəlik mən su fasiləsi verim, qayıdım siz onsuz bu hissəyə keçəcəm, görməsiniz. Davam edək. Deməli, proqramın çıxışa -55 qiymətini verdiyi məlumdursa, M-in girişə verilə biləcək qiymətini müəyyən edin. Bu olub -55, düzü. Aha. Dedim, rekord normal işləyir, heç bir problem yoxdur. Kameranı çox balaca qoymuşlar, biraz böyük. Hə. Baxın. Baxın. Nə bu? K-ya son olaraq bunu attım qırağa. Bunun -55 olduğunu bildim. Əla. Gələm K-nın qiymətin, N-in qiymətin nədir? Cover M-dir, düzdür? N-in yerinə cover M qoyuram. K-nın yerinə 9 qoyuram, bu olur 9M. N-in yerinə 9M qoyacam, K-nın yerinə 9. Olacaq M plus 9 minus 9 M. Bərabərdir -55. Hamısındakı buradakı M-də, buradakı M-də bu M-dir. Bu M-in yerinə də M plus 3 qoyuram. M plus 3 plus 9 minus 9 vurulsun M plus 3. Bərabərdir -55. Afişo, indi tapdığım M mənim ilkin M-imdir. Tapaq. M plus 3 ilə 9, 12, minus 9, minus 9M, minus 3 vur 9, neçə edir? 27. Bərabərdir -55. Deməli, 8, -8 oyuna keçərdiyəndə müsbət 8M bərabərdir. 55-i bir yana keçəndə 55 plus 12 minus 27-yə. 55 plus 12 minus 27. Bu da eləyir 68. 68-dən 27 çıxanda 41. Nasıl xəta eləmədi 8-ə bölünmədi. Bir dənə baxın. 51, 48, 60. Yox, bir dəqiqə, səhv deyirəm də.
8 n bərabərdir 60, bu da 2 eləyir 67, 20 çıxanda 40. M də bərabərdir 5-ə. Cavabım olacaq 19-cu sualımızda C variantı. Necə elədi? Ümid edirəm görüntü itmədi. Yox, itmədi. Demək 19-da cavab oldu. C variantı dedik. Bunu keçdi 20. Ha. Deyir C image ünvanında Səxavət PNG faylı yerləşir. Əla. Sonra nədir? Göstərilən əməliyyatla ardıcıllığı icranı image qovluğuna keçid olunur, gəlir bu qovluğa. Səxavət PNG-ni seçir, götürür, kat eləyir, özündə də lazımda, qovluqda heç nə yoxdur. D məntiqi diskinə keçir. Aha. D məntiqi diskinə keçir. Faiz qovluğu yaradır. Faiz qovluğuna keçir, Səxavət PNG-ni atır bura. Aha. Əməliyyatdan sonra faylın tam adını müəyyən edin. Tam adı budur. D faiz Səxavət PNG. D faiz Səxavət PNG. Cavabım olur C variantı 20-ci sualımızda. 21. Girişə verilən en natural ədədi üçün proqram nəyi çap edir? Baxaq görək. Deməli, baxaq. En tutaq ki 5 olsa, 10 olsa, fərqi yoxdur. 10 olsa nə baş verir? Dövrüm. i2-dən başlayır, hə? i2-dən başlayır və sonuncu hərfi n-1-ə kimi gedir. Dövrüm n-2 dəfə işləyir. n-2 dəfə işləyir. Aha. Hər dəfə S-ni 3 vahid artırır, S-in üstünə də S-ni gəlir. Hə, buna ədədi silsilə kimi baxa bilərik. İlk əddi 5 olan silsilə fərqi 3 olan ədədi silsilənin. Hə, fikir ilk həddinin cəmləyib deyə bu 2-dən başladım. İlk n-1 həddinin cəmi olacaq. Niyə? Fikir verin bir dənə. S bu silsilənin cəmidir. Silsilənin cəmi 5-dən başlatmaq o deməkdir ki, ilk həddin dövrdən çöldə mən cəmlədim. Əla. Bu 1. İndi baxın. Dövr onda neçə dəfə işləməlidir? n-1 dəfə işləməlidir ki, yəni n həddini cəmləyəcəmsə dövr n-2 dəfə işləyir. Məndə dövr n-1 2 dəfə, daha doğrusu n dənə həddini cəmləyəcəmsə dövr n-1 dəfə işləməlidir. O üçün gəlib burada gəlib 2 deyib. Burada kiçik bərabər olsaydı mən deyəcəkdim ilk həddi 5 olan, silsilə fərqi 3 olan həndəsi silsilənin ilk n həddinin cəmi. Əla, problem olmayacaq. Amma burada kiçik bərabər deyənə kiçik də deyib deyə plus. Axırıncı, yəni n-ci həddə də cəmləməyib. Onda belə çıxır ki, n-1 dənə həddini cəmləyib də, n-1 dənə həddi var da bunun. İlk həddi 5 olan, silsilə fərqi 3 olan ilk ədədi silsilənin ilk n-1 həddinin cəmi olacaq bizdə. 21, sonra 22. Elektron cədvəl fraqmentinə əsasən uyğunluğu müəyyən edin. Yəni bir dənə xanaları hesablayaq. B3 nədir? B3 23-dür. A1 32. Cəmləyəndə 55. B1 vur A3. B1 7 vurulsun A3 14. 70, 28, neçədir? 98. Düzdür. Aha. Ha, bir burada qaldı. Deyirəm axı. A3 plus S3. A3 plus S3. 98, 23, 14. Bunları cəmləyəndə 37, 37 ilə 98-i cəmləyəndə deməli 98 plus 37 eləyir neçə? 120, 135. Burada eləyir 135. Maraqlı nədir? Ha, burada da düsturlar. B2 plus S1. B2 nədir? 135. 135 plus S1 nədir? 55. Bu da eləyir 100. 80, 190. 190 1-ə getdi B. Sam A1 S1. A1 S1 32 7 55. 39 bura. Bunun üstünə 39 gələndə eləyir 89 plus 5 94. 94 varmı bizdə? Ha, Y variantı. B2 böl 5. B2 nədir? 135. Ha, 135 də 5-ə bölən bir dəqiq yox. Bir dəqiq bu yox. 135 böl 5. O niyə çıxdı yenə? Hədə var. Gözüm 37-yə baxır. Elə bilirəm bu 27 yazmaq istəmişəm. D variantı. Bir dənə mən bunu taxım təzədən. Aha.
Deməli 1-ə getdi B, 2-yə 3-dür. Cavabım oldu. 23-cü sualda B variantı. Keçdi 23-cü sualımıza. Elsəvər əmrli ifadəsi Unicode ilə kodlaşdıqdan sonra informasiya həcmi x bit 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə. 14 dənə. 14 dənə Unicode ilə kodlaşdıranda 14 vurulsun 16 bit. X-im yəni 14 vur 16-dır. Kodlaşdıra biləcəyi minimal gücə sahib əlifba ilə kodlaşdırılanda, baxa. Görək minimum neçə müxtəlif simvol var elsəvər əmrli ifadəsində. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, buranı saymışam. Bunları da 11 dənə. 11 dənə müxtəlif simvol kodlaşdırmaq üçün mənə lazım olacaq 4 bit. 14 simvol var, 14 vursan 4 bit olacaq. X plus Y cəmini byte ilə müəyyən eləyək. Əla. Bu olacaq, bu 8-ə böləndə 14 vur 2, yəni 28 byte. Bu da byte ilə müəyyən eləyəsə 7 byte olacaq. Düzdür? Yəni baxın, 8-ə böləndə 2, 14, aha 7 byte. Cəmi soruşur bizdən 28 plus 7 olacaq 35. Cavabım olacaq 23-cü sualda 35. Deməli, davam. Yəni burada stop edeyim, gəldim. Cədvəldə sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Cədvəldəki verilənlərə əsasən Hacıqabul sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyən edin. Deməli, bunu götürürəm buradan, Word açıram, çünki burada çəkməyə yerimiz yoxdur. Atdım bura. Biraz da kiçildim. Deməli, 3 dənə Quba Bakı Hacıqabul adında. 3 dənə Venn diaqramı çəkim. Aha. Bura olsun Quba, bura olsun Bakı, bura da olsun Hacıqabul. Nə deyir indi? Hamısının kəsişməsini veribmi? Verib. Bura 15-dir. Əla. Quba Ənd Hacıqabulu verib. Quba Ənd Hacıqabulu verib 100. 15, onda 85 buradır. Quba Ənd Bakını verib 30. 15 buradır. Hacıqabul Ənd Bakını verib 25. Hacıqabul Ənd Bakını verib 25. Onda 10 buradır. Nəyi soruşur bizdən? Hacıqabul sorğusu nəticəsində tapılan səhifə. Ha, heç nə. Gəlin baxaq. İndi Qubanı verib 477, düzdür? Bu Qubanı 477 verib. Bu bina işim yoxdur. Bakını neçə verib? Bakını verib 667. İndi baxın 15, 15, 30, bu da 10, 40. 667-dən 40 çıxanda 627. Deməli bu hissə 627-ymiş. Hamısının cəmini də verib 1190. Qubanı opşu götürürəm 477 plus 627 plus 10 plus x bərabər olmalıdır 1190. İndi baxın nə etmiş oldum? Buranı Quba dedim, bu hissə götürdüm. Sonra bura, bura, bura. Nə olmalıdır? Hamısının birləşməsi. 1190. İndi gəl çıxaq görək neçə eləyir. X bərabərdir nə? 1000 deməli 627 də düz 627 ilə 477-yi cəmləyirəm. Deməli 1090 deməli 7 7 10 1114 düz 1104 1104 1114 1190-dan 1114-ə çıxıram. Bir dənə də baxaq, çünki hesab xətası getməsin istəmirəm. Deməli ki, alt-balt cəmləyək də, niyə özümüzə əziyyət verir? 477-ni cəmləsəm olacaq 7, 7, 14, 4 yazdım. Bir yadda 9, 10, 0 yazdım. Bir yadda 9, 10, 1104, üstünə görə 1114. Düpbədüzü bundan bunu çıxanda eləyəcək. 90, 10, 80, 60, 76 daha doğrusu. Aha. Bu oldu 76. İndi baxın, Hacıqabulu soruşurdu deyə. Hacıqabul 76 deyil. Hacıqabul 76 plus 85 plus 15 10, yəni 25. Bu da eləyir nə? 110 186 186 olur bizim 24-cü sualımızda
cavabımız. Keçirəm növbəti sual. Buraya yazım 186. 25. Adi qrafın qonşuluq matrısındakı sıfırların sayını müəyyən edin. Baxın, adi qrafın qonşuluq matrısındakı sıfırların sayını necə müəyyən edin? Ümumi təpələrin sayını tapırdım, kvadrata yüksəldirdim. Niyə? Əzbərləməyək. Niyə? Çünki bunun qonşu matrısını çəkəndə tutaq ki, neçə dənə təpə var? Bir dənə sayım 1, 2, 3, 4, 5, 6. Nəsə burada 4 dənə, ümumi 4 dənə, 16 dənə təpə var, düzdür? Əla. 16 dənə təpə varsa bunun qonşuluq matrısında 16-nın 16-ya bir dənə əlaqə saxlayan bir cədvəl olacaq. Yəni 16-nın kvadratı dənə orada xana yaranmış olacaq. Əla. Yəni 256 dənə. Bu 256 dənə xananın, 256 dənə xana ya neçəsisə 1, neçəsisə 0 olacaq. İndi adi qrafda bir dənə tilə görə biz A-dan H-a olan tilə görə həm A-dan H-a, həm də H-dan A-ya 1 yazırdıq deyə. 1, 2, 3, 4, 5. Bu 5-dən 4 dənə də 20, 21, 22, 23, 24, 25, 26, 27, 28. Ümumi 28 dənə til varsa, mən buna neçə 40, 56 dənə yazacağam 1, 200 dənə deməli burada olacaq 0. 25-ci sualda olacaq 200 dənə 0. Tillərin sayı 28-dir. Elə bu bura bir dənə sayı 4-ə vurdum, sonra digərlərini saydım. Cavab oldu 200. Keçək 26-cı sualımıza. Alqoritm fraqmentin icrasından sonra çıxışa veriləcək nəticəni müəyyən eləyək. SB 12, 3. S kiçiyi də 50-dən olduğu müddətcə davam edir. B-ni vurur 2-yə, B-ni vurur 2, 6. Sonra S-nin üstünə 6 gəlir, olur bu 18. 6-dan sonra 1 çıxır, B-nin qiyməti olmuş olur 5. Sonra yenə B-ni vurur 2-yə 10, bunun üstünə 10 gəlir, olur 28. Bundan 1 çıxır 9. B-ni vurur 2-yə olur 18, 18. 28-in üstünə 18 gəlir, eləyir 46, 46. Bu olur 17. Yenə vurur 2-yə 34. 46-nın üstünə 34 gəlir. 80. 34-dən 1 çıxır 33. Və sonda dövr bitdi. Burada dayanır ücə. Yoxa gedir. Yoxa gedəndə 33-lə cəmləyir 80-i. O da bizə verir 113. Cavabım olur 26-cı sualda 113. Maraqlı rəqəmlər. Keçdim 27-ci sualı. Uyğunluğu müəyyən edin. CPU, RAM, hard disk. Xarici yaddaş qurğusudur hard disk A. Çıxış qurğusudur heç bir. Hesab məntiq idarəetmə qurğusudur CPU. Giriş qurğusudur heç bir. Daxili yaddaş qurğusudur RAM. 1S, 2Y, 3-ə getdi A. Baxdıq digərini. Alqoritm təbii dildəki təsvirinə əsasən onun blok sxemlə təsvirini qurun. Götürdüm, açdım nəyi Word-ü ki orada çəkə bilim. Girişə 2 ədəd n və x həqiqi ədədlər verilir. N sayda həqiqi ədəd daxil edilən həqiqi ədədlərdən x-dan kiçik olanların cəmi çıxışa verilir. Deməli, nədir? N, x natural ədədləri girişə, 2 dənə ədəd daha doğrusu natural yox, 2 dənə ədəd girişə verilir. Gəlirəm nə edəcəm? X-dan n dənə ədəd girişə verəcəm. X-dan kiçiklərini cəmləməyəcəm. Birinci n dəfə dövr qurmaq üçün i götürdüm 1, cəmsin s götürdüm 0. Başlatdım, i kiçik bərabərdir n olduğu müddətcə deyirəm davam elə. Hər dəfəsində ədəd girişə verir. Çünki mənə demişdi ki, n sayda həqiqi ədəd daxil edilir. Əla. X-dan kiçiklərin cəmini istəyirdi. Daxil həqiqi ədəd x-dan kiçik olanların cəmi. Əgər a kiçikdirsə x-dan, həsində s-ə əlavə elə s plus a. Yoxunda heç nə eləmədən davam eləyəcəm. Hər ikisi gəlib birləşir. Hara? i-ni bir vahid artırıram. Dövrüm n dəfə işləsin deyə. Bu da birləşir bura. Bu da yoxa gedəndə heç nə. Yəqin ki, cəmi çıxışa verməyimi istəyər. Hə, cəmi çıxışa verir. Oldu bu. Bu formadır. Biraz səliqəsiz olmuş ola bilər. Sürətli şəkildə çəkməyə çalışdım. Keçək indi 29-cu sualımıza. Klaviaturadan aralarında bir boşluq simvolu olmaqla sözlərdən ibarət sətr girişə verilmişdir. Bu sətirdəki təkrarlanmayan sözlərdən ibarət yeni sətr. Payçarm açdım. Nədir? Aralarında bir boşluq simvol olmaqla sözlərdən ibarət sətirdir.
Əla. Bu sətirdəki təkrarlanmayan sözlərdən ibarət yeni sətir. Təkrarlanmayan söz nədir? Yəni bunun sətirdəki sayı bir dənədir. Bunun sətirdəki sayı bir dənədir. Nə aslında? Aha. Sətirdəki sayı bir dənədirsə, hara səhv yazdım. Deməli, payçarması. Gəlirəm A-ya mənimsədirəm input. Bunu bölürəm split boşluqlar demişdi də boşluqlarla ayrılıb, düzdür? Baxın. Deyir ki, sözlərdə ibarət sətir ki, bu sətirdəki bir boşluq simvolu ilə ayrılmış. Düzdür? İndi bax, mən ayırdım boşluqlara görə list elədim. Deyirəm ki, bir dənə nə bilim, ls listi götürdüm. Insert əlimdədir. For i in a. If a.count i bərabərsə 1. Yəni i bir sözü. Bu sözün ümumi sətirdəki sayı 1-ə bərabərdirsə, bu təkrarlanmayan sözdür. Əla. Təkrarlanmayan sözlərdən ibarət yeni sətir deyə bunu append eləyirəm ls-ə. Axırda da bir dənə aralarında boşluq qoymaqla bitişdirirəm. Bu ls-i çıxışa verirəm. Print. Oldu belə. Baxdıq 30-cu sualımıza. Klaviatdan daxil edəcək n sayda natural ədəd arasında rəqəmlər cəmi 15-dən böyük olanların ədədi ortasında çıxışa verirəm. Aha, n sayda ədəd. Gəlin bu n-i istəyək birinci. Bir dənə də boş list götürürəm. For i in range deyirəm. N dəfə işləsin və hər dəfəsində ədəd istəyirəm. İndi ədədlər listə yığmamışdan əvvəl yuxarıda gəlib bir dənə funksiya yazıram. Funksiyam ədədin rəqəmlərini cəmləyən bir funksiyadır. Ədədi alır, s götürür sıfırdan, for i in, gəl belə deyək də, while ilə gedək də, while n böyükdür sıfırdan olduğu müddətcə, a-ya mənimsədir n faiz onu, həmən rəqəmi gəlir s-in üstünə, sonra rəqəmi silir. n //10. Axırda da rəqəmləri cəmi s-i geri qaytarır. Ədədin rəqəmləri cəmləyən bir dənə funksiya yazdım. Burada ədəd istəyəndən sonra deyirəm ki, f funksiyasını çağırıram. Ədədi yollayıram. Rəqəmləri cəmi 15-dən böyükdürsə, onda əlavə eləyirəm ls-mə. Aha, ls-ə hansı ədədləri əlavə elədim? Rəqəmləri cəmi 15-dən böyük olan ədədlər. Axırda bu ədəddən ədədi ortasını tapmaq üçün bunların samın, yəni cəmin, bölülən bunların lenə. Bu da olur bu ədədlərin ədədi ortası. Həmişə yadınızda saxlayın. Funksiya ilə yazmaq daha rahat, daha siz üçün belə deyim, oxunarlı olacaq ki, xəta eləyəndə də gözünüzə çarpsın. Bu formada videoların davamı üçün like atıb abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın. Hələlik.